Hər dəfə olduğu kimi yenə bir formada əlimizdən gəldiyincə sosial mediada səsimizi duyurmağa çalışdığımız yenə bir periodlardayıq. Həmişəki kimi yenə bir postlar paylaşmağa çalışırıq, səsimizi duyurmağa çalışırıq, bir şeyləri unutturmamağa çalışırıq. Sonra yenisi çıxır. Sonra yenə eyni formada və bu perioda daim olaraq davam elədiyimiz bir süreçdə hal-hazırda bununla bağlı hamını salamlayıram. Hal-hazırda bildiyin ölkə olaraq sosial çürümənin nöqtələrindəyik hal-hazırda, belə pik nöqtələrində. Və bu əlbəttə ki, anidən olan bir şeydir. Bu ilmək-ilmək, illərlə, damcı-damcı böyüyərək bu hala gələn artıq bir sosial çürümədir. Və videoya necə bir başlanğıc eləmək istəyirəm. İlk başda bu videoda öz fikirlərimi əslində daha çox istərdim ki, deyim və ifadə edim. Mənə görə problemin əsas qaynağı həqiqətən nədir? Belə misal çəkim. Mən özüm məsəl üçün yarı Gəncəliyəm və son illər ərzində demək olar ki, mən Gəncəyə bir əlin barmağı qədər sayılacaq qədər getmişəm bəlkə də. Və çoxunluqla getdiyim səbəblər də ya sənəd işindən bağlı getmişəm. Çünki mənim propiskam orada, mən orada olmuyam. Və ilk dəfə mən normalda Antalyada yaşırdım. İlk dəfə mən Antalyadan gələndə, Azərbaycana qaydanda isə mən Gəncədə deyil, birbaşa Bakıya köçmə qərarı aldım. Gəncədə qalmaq və yaşamaq istəmədim. Bunun da səbəbi çünki ümumiyyətlə balaca şəhərlər hələ Gəncə kimi modern sosiallıqdan uzaq, küt bir formada assimilə olmuş cəmiyyətin olduğu, iş yerlərinin az olduğu və buna bağlı olaraq insanların, cəmaatın işsizlikdən bekar qaldığı və nəticə etibarilə o bekarçılığın sonucunda oradakı insanların ya diviziyaya, ya belə palajeniya tipi takılması mənə görə artıq çox olağan bir haldır həqiqətən. Və məsələn bir ara mən çox yaxşı xatırlayıram, Gəncədən təzə konsepsiyalı kafelər, restoranlar, lunch tipli yerlər açıldı. Amma lakin tutuzdura bilmədiyi üçün, oranın cəmaatı bu konsepsiyalara uyğunlaşa bilmədiyi üçün bağlandı və çayxanaya çevrildi. Yəni Gəncədə təzə konsepsiyalı açılan ictimai iaşə obyektlərinin hamısının eyni ortaq qədəri çayxanaya çevrilməyidir. Mən Gəncəni şəhər olaraq həqiqətən çox bəyənirəm. Balaca, şirin, çox qəşəng bir şəhərdir. Hər yerlərində çınar ağacları. Yəni adama elə bir his verir ki, məsəl üçün elə bir meşənin içərisində şəhər salınmış kimi bir his verir, huzur verir. Amma lakin orada yaşayan insanların o dəxilsiz miqyası geridə qalmışlıq demək istəmirəm, çünki geridə qalmışlıq tamamilə fərqli bir formatadır. Bu artıq kütbeyinli və fərqli bir kateqoriyadır mənə görə. O insanlar o gözəl, o möhtəşəm, şirin, o bəhs elədiyim o şəhərin havasını bildiyin içinə zibil qoyur. Yəni insanlar o qədər qəribə bir beyindədir ki, adicə bəzən tək-tük olur bu. Yay aylarında məsəl üçün Göygöl və s. digər istirahət görüşlərində turistlər, tək-tük turistlər gəlir zaten. Gəldikdə belə insanlar, oradakı insanlar, yerli cəmaət turistlərə elə bir formada yanaşır ki, elə bir məxluq gəlib kimi belə. Yəni heç zənci olmasın, adicə çəki gözdə olsun və yaxud sarışın olsun, fərqi yoxdur. Çox qəribə bir formada yanaşırlar. Yəni iş bir kənara dursun, həqiqətən gənclər üçün orada keçirilən nə maraqlı master klasslar var. Master klassları qoyuruq bir qırağa, nə festival, nə hobiləri ilə məşğul ola biləcəkləri alan, ya fürsət, ya maraqlı etnik kültürel gəzilər deyə, yəni müzeyə cəlb etmək üçün insanları orada müzeydə keçiriləcək sərgilər, qardaş heç bir şey yoxdur. Yəni adicə bir dəfə olub Gəncənin kitabxanasına getmişəm məsəl üçün. Kitabxanaya kitab oxumağa gedirsən, çoxsu bildiyin Sovet dövründən qalma, Kiril alfabesi ilə yazılmış kitablardır. Yəni heç ümumiyyətlə kitabxanada it oluyor, yəni adam tapa bilmirsən. Bir şəhərdəki məşğuliyyət yoxdur, iş yerləri azdır və bununla bağlı heç bir yenilik olunmursa, bələdiyyə ancaq cibini doldurmaqla əgər məşğuldursa, mən bir nəvi cəmaatda bəzi nöqtələrdə qınaya bilmirəm. Cəmaatın bu psixologiyaya çatmasına həqiqətən bəzi nöqtələrdə dediyim kimi qınaya bilmirəm. Adicə mən 2 ay evdə işsiz qalanda depressiyadan getdim, saçımı qırtdırdım. Yəni təsəvvürünə gətir ki, psixologiyam o qədər pozuldu mən 2 ay çünki bütün gün evdəyəm. Və oradakı insanların bu formatda, işsiz bir formada, çünki bildiyin iş alanı deyilən bir şey yoxdur Gəncədə. İş fürsəti deyilən bir şey çox-çox azdır. Və oradakı insanların psixologiyasını mən adicə təsəvvür edirəm hal-hazırda ki, necədir onların psixologiyası işsizlikdən. Ayrıca son vaxtlarda bayaq xəbər saytlarına baxıram, son 10 gün ərzində 4-5 dənə bu tipli ya bıçaqlanma ya da ki yaralanma tipli xəbərlər var Gəncədə. Bildiyin oradakı insanlarda həqiqətən hal-hazırda neandertallaşma mı deyim, yəni vəhşiləşmə mi deyim gedir və bunun həqiqətən mənə görə əsas səbəblərindən biri bələdiyyənin şəhərə olan yanaşmasıdır mənə görə. Yəni yenilənmə lazımdır. Yeni iş yerləri olsun, kurslar olsun, təlimlər olsun. Gənclər üçün yeni fürsətlər yaradılacaq, addımlar atılmalıdır. Və sözdə bu arada 2016-cı ilin Avropa Gənclər Paytaxtı seçilən bir şəhərdən bəhs edirik. Hal-hazırda Gəncədə bir şəhərdir və başqa çox bir şey demək istəmirəm. Həqiqətən vəziyyət bu haldadır və heç də ürək açan deyil.